8-ci sual. Aşağıdakı fraqmentin icrasından sonra ekrana nə veriləcək? Proqramda bizə göstərilib k bərabərdir 8, for I in range 5, 0, -1, print I topla k, and bayaq qeyd etdiyim kimi bu işarənin mənası ondan ibarətdir ki, biz yeni sətirdən istifadə etməyəcəyik. K minus bərabərdir 2. Bu yazılışın da mənası k bərabərdir k çıx 2-dir. İndi gəlin proqramın gedişatı ilə tanış olaq. İlk növbədə for I in range hissəsində aydınlaşdıraq. 5, 4, 3, 2, 1. 0 isə götürmür çünki 0 nəzərə alınmır. İndi baxaq. Göstərilib ki, bu ardıcıllıqda print I topla k əlavə et. Yəni, biz yuxarısına 8 əlavə etsək, daha sonra 6, 4, 2 və 0. 8-in üstünə 5 gəlsək 13, 6-nın üstünə 4 gəlsək 10, 4-ün üstünə 3 gəlsək 7, 2-nin üzərinə 2 gəlsək 4, 0-ın üzərinə 1 gəlsək 1 edir. Bu hissəni ayıraq, çünki bu hissə bizim əsas cavabımızdır. Burada bu ardıcıllığı olduğu kimi saxlamalıyıq. Variantlara nəzər salaq. Variantlarda doğru cavabımız C bəndidir.